Çıkmıştı, onu da söylemişti. Yolda ıslatma. Ben de yakın dersesini artırması lazım. Daha az çalışıyorum yani. Ha? Aynı uçundan başlayalım. Melike. Gel. Melike. Oradan da Cebra. Cebra. Yatma gel gel. Ben yağ şerefsiz. Ha? Yağ şerefsiz. Ben yaşlı çıkmam. Yok ya. Birinizden bana en güzel bir programcılar istemem. Ben yağ şerefsiz. Bilmem ben. Ha. Çok haksızlık ederdiniz. Ben mi? Ben siz. Ben bir sen de sen haksız bence. Ben. Orada bana rüşvet vermişler değil mi? 50 manat rüşvet vermişler, 10 manatlık yarışa. Ona göre ben haksızlık ederim. Bu çəkir nələ Demek. Ha? Çekil. Ha başlayayım. Yaxşı. Neyden başlayalım? Demek. Zebra'dan başlayalım. Zebra bize değil, o analogu olmayan Somali ceryanı. Hadi soyuk iste. Soğuk ceryanı. Sen bize değilsen Prosio ceryanı. İşte ceryan Prosio. Hadi. Zebra değil bize. Nasıl desin? Müəllim, Krosiyonla elə deyirsən, məsəl üçün analoq olan cəryanı. Misal üçün. Misal olay sorusu. Soruşmuşsunuz. Demədi, ona görə. Hele güvenliğinlerin necə bilirler. Ha sen madene göre ben de ceryanı. Aha bilir. Sonra passatlar arası eks ceryan. Ha eks ceryan. Eks ceryanlar değil de. Ben canım şimal passatı bilmiyorum ama passatlar arası bir tane eks şey değil gayden ceryan. Onlar neydi? Şergası. Nasıl şergası? Söhbət edin mi? Yani bu Tabii. ben eks ceryan dövredir. Yaxşı. Ekvatorun yukarısı şimal passat, aşağısı canım passat. Yaxşı mı? Sonra Mədir, Zemfira Mədir ki, dünyanın en uzun boğazından geçen ceryan. Dünyanın en uzun boğazı. Uzun boğaz Mozambik ceryanıdır. Mozambik ceryanı. Orada hansı iklim kuşağının rütubetli tipini yaratır? Subtropikin rütubetlisi. Nəyi soruşdun müəllim? Deyirəm ki, Mozambik ceryanı o Madagaskar adası tarafta tropikin rütubetlisi. Zebra tropikin rütubetlisinin yağıntısı hansı iklim kuşağına yakın idi? Kışta düşürdü. Yok, kışta, yayın da var, kışta da var onlar. Yayın daha rütubetlidir. Protein. Ha, tropikin yayı daha rütubetlidir. Tropikin dendizinden Tropikte rütubetlidir. il boyu tropik. Ama il boyu rütubet var. İl boyu tropik hava kütlesi olur. Ha. Ben indi lazım çok il boyu tropik hava kütlesi var, rütubetli tropik. Ama Hansı iklim kuşağına, yalnızsa hansı iklim kuşağına beraber yakın. Muson denizi. Beraber demiyor, yakın, yok. Diğer dersin ben. Mənim iki dənə fikrim var mənim. Buyur. Biri Mülayim dənizidir. O çıxmasa ekvatorial. Mülayim dənizi. Ekvatorial. Tropikin rütubeti ne kadardı? Tropikin rütubəti yəqin ki 2000-ə yaxın şey vardı. 2000'e yakın. Ha. 2000-3000 arasında ekvatorialdı. Bu ekvatoriala yakın. Yaxşı. Özde bu subekvatorialdan da çoktur. Ha. Ekvatorialdan sonra en çok yağıntı tropikin denizinden. Onu ben. Madenen güreş. Madenen sen değilsen güreş. Ne değilsen ha. Labrador yarmadası. Labrador yarımadası yok, ceryanı. Yan bir yarmadası sen de yarmadası. Labrador ceryanı, soğuk ceryanı Şimal Amerika'nın listesindedir. Aha. Ve Labrador da yarımadası burada. Labrador yarmadası. Orada nerede? Sen madenen güreş. Labrador yarımadasının şimalında bir tane yükseklik var. Hansı yükseklikte olur? Eli yerden vurdu. Ha. Oraya gelmişsen onu dinlenmiş etmeyi olmuyor. Labrador yarımadasının
şimal hissəsində bir dənə yüksəklik var, ayının deyəcək. Bilir ayını? Bilmirəm. 40 biliyoruz. Ha. Labrador yarımadasının şimalında bir neçə dəfə demişəm. Çok vurgulanan ərazi değil ama Labrador yarımadasının aşağısında körfez var. Müqəddəs Lavrenti. Aha, körfezi. Şimalında da yüksekliği. Demiştim. İçileştin ama demedin. Neden mi? Mən ağlıma gəlmədi mənim. Mən ağlıma Amma deyən kimi yaptım. Hələ oradan müqəddəs Lavrenti körfəzindən girəcək, oraya içəri doğru görək hansı göllər gedir, hansı çaylar gedir, oradan orada bir sən nələr var? Burası Lavrenti, hə. Sən mənə deyirsən, kiçik antil cəryanı, antil cəryanı. Antil cəryanı, bəli. Böyük Antil adalarına, sən dedin də, onu bilmirsən. Böyük Antil adalarına əsas hansı üç ada daxildir? Hə, Yamayka, Kuba, orası neydi? Yox. Yamayka əsasdır mı? Tam əsas deyil. Kuba. Hə, Yamaykanı düzmüşsən. Yamayka, Kuba bir də o laf əsas deyil, amma o aiddir. Bir də aiddir. Onlardan sonra Baham, Puerto Rico adası. Yaxşı, bəli, Elmar, yadından çıxmaz. Görək də. Birazdan sən gələrsən Elmar. Zəfira, sən bu birisi xəritənin yanında dur, hələ oradan görürlərsən. Hə. Demək, sən mənə denən görək, Madeira adasını Tropikin səhrasına çevirən gələn hansıdır? Madeira adasının Cəryan. Madeira adasını özel dəfələrlə demişik, değil mi? Bəli. Ora çatanda mütləq deyil. Oynayacaq. Elə baxma, sən Bramoy deməzləmiş, 5 dəfə, 6 dəfə demişdik. Madeira adası. Kana. Adam bak. Neyse de bakalım. Orada Kanal yok da Prosperous Madeira adası unuttum artık oldu. Sonra Resco'ya baktım gördüm. Resko oradan gördük. Resco gelmedi, diledim onu. Hansı şey məxsusdur? Portugalya. Portugalya. Və İspanya'ya məxsus hansıydı? Kana. Kana. Gel böyle bir bakımlar istiyorum. Sen öğrenirsin. Ben de sen öğrenirsin. Şeyde, demək, Zefira, daha demişsən, sən biləkdən görək bu hava adası hansı iqlim qurşağına düşür və hansı tipinə? Hava adası, bəli. Orada da Tropik dənizi. Tropik dənizi və hava adası ildə 23.000 millimetrə qədər yağıntı alan ərazilərdən biridir. Ən çox yağıntılardan biri orada düşür. En çok yağmur. Çünkü Hava adaları, Himalay dağlarının cənubu və Kamerun vulkanının cənub ətəkləri. Yaxşı, Kamerun vulkanı haradadır ki? Afrika'da hansı hissədə? Afrikanın cənubu. Afrikanın cənubu o. Ha, bəli, elə Kamerun ərazisində. Bu hissədə, bəli. Burada 21.000'e kadarsa Himalay dağlarına düşür yağıntı. 19.000'de Kamerun eteklerine düşür. 19.000 milimetre. Birinci yer hava adalarında. Hava adalarında diri yağıntı çok düşür da düzdür. Bəs hava adalarında demək olar ki, gün ərzində 300'e yaxın ildırım çarpma hadisəsi baş verir. Sizce buna sebep nedir? Çünkü Sürekli buharlanma. Sürekli buharlanma. Ne baş vermedim sürekli? Ama bulut yaranır. Bulut yaranır. Ve en aşağısı hansı bulutlar yaranır havaya? Topa bulutlar. Topa bulutlar birbirinden topuşma ihtimali daha çok olur. Allah. Orada Hindistan bir anlatıyor. Davam edip komplek yer yani. Ne var soruştum? Komplek yer. Canlar mesela. Gerçeklerinin ilk oldu. Ama
Folklerin digər qollardan ayrılan cəhət analogu. Çünkü gerçekten yerleşiyor. Şeride yerleşiyor. İndi gördüyün görə bu folkleti bizə başa salsın görə analogu niyə yox folkleti? Ben deyim. Yox, bir səbirli olalım. Ha. Analogu başa sal görə niyə yoxdur? Çünkü qəlb Çünki qəlb yağmurasında yerləşir. Mantıklı şeride yerleşiyor. Yox. Analog. Mən Mantıklı şeride yerleşiyor. bu tərəfində Şərqi Avstraliya zəryanı var, isti zəryanı var. Aha. Bu tərəfində də Qərbi Avstraliya var, soyuq zəryanı. Aha. Amma burada əksində bu folklor zəryanı tərəfi. Evet, onda deyirsən ki, bir, Cənub yarımkürəsində olma digərlərinin oxşardır, soyuq cəryanlardan. İkinci, fərqli cəhət ondan ibarətdir ki, bunun materikin şərqindən keçir, soyuqdur. Amma digərlər baxırıq, materikin şərqindən keçib isti cəryan vardır. Digər şərqdən keçən cəryanlara nəzərən bu həm də soyuq olub, qərb küləkləri cəryanının bir qolunu təşkil edir. Amma digərlər isti cəryanı zaten onlar yuxarıda formalaşır, daha doğrusu alçaq enliklərdə formalaşır, yüksək enliklərə doğru hərəkət edir. Yəni digərlərindən fərqli xüsusiyyəti var. Düzdür, mənə Zemfira sən mənə Atlantik Okeanın cənub hissəsində cəryanların dövr etməsini sayırsan, görək hansı artıqlıqlardır. Müziyen sayılır. Dövr etməlidir. Arda, birbirinin ardıyla. Brezilya. Aha. Gelir Antik Ceryanı. Onda belə Falkland, Brezilya. Braziliya, sonra burada Gelir Antik Ceryanı. hara gedirsən? Deyirəm cənubda. O belə deyirəm buraya. Ha, onu Falkland Brezilya. Buradan gelir Guyana. Burada bir cəryan yoxdur. Guyana. Burada nə cəryan? Cənub Passatları. Cənub Passatları. Gvineya. Bu da Angola gelir. Bu da Bengi. Angola, Angola isticak. Bengi və Sonra da Qərb Şükürə. Qərb Güneyləri. Hə, sən mənə sayırsan Sakit Okeanın şimal hissəsini. Demək, Bəli, elə sayılır. şimal saçlı kəndlərə. Müəllimlər, fevralın əvvəlindən demişəm, bütün qruplar, əyani qruplarda vaxt ayrılacaq bir gün. Dərsə gəlmək şərti ilə bir gün. İqtisadi coğrafiyaya başlayacağıq, sürətlənmək üçün. Yaxşı, bir dəfə orada keçəcəyik, bir dəfə də öz qruplarımızda. Oldu? Aha. Ha, saydım. Bir də say. Şimal saçlı kəndlərə. Aha. Burası zəryanı, şimal Passat zəryanı. Və Alyaskan qaçmadı ora. Alyaska nə deyəsən? Mən burada Alyaska Ayas Kordat'ta. Bir de bir tarafı. Alyaskan qata da bilərsən, qatmaya da bilərsən. Yaxşı, say. Elə say, bildiyin kimi Bir say. də sayıyorum. Hə. Şimal saçlı kəndlərə. Aha. Burası yox. Aha. Şimal Passat zəryanı. Orada nə idi? Tərəfdə. Kaliforniya. Kaliforniya hikayəsi. Bəli. Hansı antillərə düşür? Antillərə. Hansı vulkan yerləşir? Montan Hele vulkanı. Ben de siz soruşmuştunuz ki Vulkanı soruşmuşdu. yok, vulkan soruşmuştunuz. Tuzluluk olan. Yok, Özsüdürran'ın hansı İmtihanı bilirəm, lövhədə məndən soruşmuşdu. Hə, Böyük dövranın daha çox getdiyi Atlantik Okeanda yerləşən adalar. Atan çok yani gedildi. Özsüdürran. O imtihanda işlerdi ama burada... Ben de burada şeker falan götürdüm. Burada getirdim, sıkıntı götürdüm. Onları götürecek farklıdır. Hə. Birinci olarak bakıyorum. Yaxşı, siz oturun, pis deyil. Siz oturun. Elnarə, gəl, Ben gəl. Soruşum ki. Gəldilər soruşun. Elnarə, sən də gəl. Gəl sən bu tərəfdən axtaraq. Gəl dedim. Gəl. Sən çək bu tərəfə. Bizim usulumuz var. Sən Elnarə ilə cəryanlar, seninlə dənizləri gedirik. Gördüğünüz usulumuzda farklı var. Sən mənə Beaufort dənizinin
görsel. Aparıblar. Geç. Gösterdi. Ayıp olsun. Olmur. Yok sen öyle değilim. Sonunda. Olmurdan. Sen bana görsel konuşturup gel yanına. Değinmemedim. Ya, Ben de isim Evlere. veriyorum. Şimal Amerika. Hayır, nikah hazırlaşsan niye beğendiysen? Ha? Ondayız. Niye beğendiysen? Ben hiç imkanlara göre. Yerlik imtihanlar gördü. İmtihanda biz de iştirak edemiştik daha. Yok efendim siz düne girmemiştiniz. Bak, imtihanlar değerli sen üniversite imtihanlarım. Başta 2 gün okumakla normal bir nesilce yığma olur. Düzdür, bəhanələr eləmir. Yəni, vaxt ayırabilirsin. Telefondan başını ayrılır. Düzdür, birisi akşama gibi Midyası geçmişiz. hesabı var değil. Vaxtımızda sosyal şəbəkələr. Midyası 1600 kvadrat santimetre. Bəlkə yalan deyirəm. Sınavda. Onu düz yazmış. TikTok, Instagram, oradan girdim YouTube'da bir tane maraqlı kino tapdım bakın. Axırda da ne olur? Onu diyorum görsen. Niye? Dözel bilmirsən bir 5-6 ay. Qoluşdurun. Aktar tapırdım. Aktar tapırdım. Aha. Sen görsətmirsən. Sen bana o değil densin görsən. Tamam. O değil. Aha. Sen bana Qərbi Avustraliya cəryanını görsən. Qərbi Avustraliya. Soyuq isti. Qərbi Avustraliya soyuq isti. Ben de izah edeceğim. İzah edeceğim. Öz yöntemle. Elə bir Ben şah bunu olsun. güzel Soyuq isti. Tam 222 çıkar. Qərbi isti olmaz. Güzel. Soğuk cəryanı. Avustraliyanın qərbi soğuk cəryanı. Sonra, sen demək, mənə göstərirsən, yanımda hansıdan öyle. O sahilsiz dəniz var idi. Sahillərini okean cəryanı təşkil edən bir dəniz demişdim. Əsas sahillərini deyək də. Əsas sahillərini. Saç okeanlarını atmamışım. Yox, deyil. O özü tapsın. Sən də mənindən Musson cəryanı. Harada olan Musson cəryanı. Görəsən. Öncüləri. 33. Bilmirsən deyil. Musson cəryanı. Ayrı bilirsən Musson cəryanı. Filan bəlkə sən gələsən. Elnariyə dəstək. Gəl. Musson cəryanı. Buna baxma da gəl. Gəl Elnariyə dəstək. Musson cəryanı görsən sən tapdın. Nə vermişsin sən? Sarı dənizdə vaxtdan sahəsindən verir. Sağlıklı demedi. Sargaz. Sargaz. Şimdi Atlantika'da sargaz. Sargaz. Ceryanlar teşkil ediyor. Ətrafını Qolston cəryanı təşkil edir. Yəni, əsas sahəsindən Qolston cəryanı təşkil edir. Harada tapdın? Qolston cəryanı. Tapdın mı? Yaxşı. Ağır. Fidan, sen mənə neden görək? O yaşıyor cəryanı. İsti soyuq. Soğuk cəryanı. Analogu da Labrador. Fidan, sen mənədən görək. O yaşıyor, keçdiyi ərazidə hansı hava şəraiti yaradır? Aktiv. Özü aktivdə yaranıb gəlir. Hansı hava şəraiti? Demirəm, heç aktivdir, aktivdir. Hansı hava şəraiti? Ben soyul olduğuna göre yanıtı vermiş. Bu minik Bu milyon. Ari. Soğuk zeryan ait, isti zeryan Ari. Ari. Ama biz hala. Ari. Soyul Soğuk arittir. Soğuk zeryan. Kim diyor size o soğuk arittir? İyul ayında imtihana Bunun gireceğiz. hepsidir. Soğuk da Allah, kuru. Tanıtma. Kuru var idi, isti kuru, bir de soğuk kuru. İsti kuru arittir. Soğuk kuru şahtalı. Demek, Labrador nece hava şəraitlidir? Umut istif değil. Umut soyul. Humid rütubətdir. Soyul suda. Soğuk ceryanda. Humid. Demek şu Aynen istediyor Ha. soyul. O aktiften gelebilir ama olduğu geldiği erazinin iklimi
Ne tarafa? Aynen. Nereye? Aynen. Ha. Deməli, onda şaxtalı soyuq hava Şaxtalı yağdırsa soyuq. tərkibində Bəli. ona görə ümid sayılır. Şaxtalı hava. Çünki aritli içli qurudur. Şaxta soyuq qurudur. İkisi də qurudur. Biri soyuq, biri içli. Məsələn, kanar soyuqdur. Kanar soyuqdur. Gəlir Afrika sahilinə quruyur. Daha da qurur. Düzdür. Bu iki içli də deyil, onu içli qurur. Buna deyirlər aritli. Yaxşı. Soyuq quru nədir? Şaxtalı. Aydındır. Bəli. Hə, sən mənə görə sən bizə görsənirsən, Bu da burası yazılmış. Ben ona bakarım. Fiji dəndir. Fiji. Fiji dəndini o tapır. Fidan. Fidan bizə deyir. Fidan bizə deyir. Gördün mü? İğne cəryanı. İğneburun cəryanını bizə deyə bilərsənmi? Hansı iqlim qurşağının hansı tipini yaradır? İkimiz köməkləşin, dəstəkləşin deyil. Ha. Ha? Ara gelsə olar. Hansı sən testləri tanır? Allah. Ha, ne olabilir? Sen de yansıdan deyirsən bizə. Orada bir yeri var. Gör Fijini hara gətirib çıxartdılar. Hem beraber Həm də tropkin az miqdarda tropkin dənizə də yaradır. Fiji dənizi. Siz tapdınız. Hanı ne işin? Tropkin beraber müsbətisi az miqdarda da tropkin dənizində yaradır. Çox güclü şəkildə. Yəni tropkin əsas dənizi burada Mozambikdə var. Avustralya'da da var beraber. Bəli, Avustraliyada. bir de şey var. Müəllimlər, desəm ki, Avustraliyanın həm cənub-qərbində, həm cənub-şərqində Aralıq dənizi var. Fikri doğru olan. Bəli var. 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 Hansı hissələr müəllim? Şərq tərəfdə bərabər rütubətlidir. Deyirəm ki, desəm ki, Avustraliyanın cənub-qərbində də, cənub-şərqində də Aralıq dənizi tipi var. Dəniz tipi. Aralıq dənizi, hə. Yol solu, bu tərəfdə soğuk cəryan. Orada iqlimi açın, bunu xırdalıqdır. Bəşə də deməmişəm, bəşə də demişəm, yadımızdan çıxırdı. Sadəcə gözləyirdim, bəlkə özünüz baxırsın. Bax, çox güclü şəkildə burada var ha. Ne var orada? Aralıq dənizi. Tropkin Aralıq dənizi. Açın Benim orada beraber. Kontinentallıq ortadır. Bax, burada çox güclü ərazidə Aralıq dənizi. Görsətməyib. Bir sol tərəfi onsuz da verib nədir? Sol tarafta sağ verin. Solu verib onsuz da Aralıq dənizi, sağ tərəfdə çuqulu bir Bir yer də var. solda. Azca bax bir ərazi, o var çox qaralama, çox güclü. Xəritənə bax. Burada da xəritədə yaxşı çəkməyib. Amma bax, yaxşı, yasam çıxmaz. İnşallah ki çıxmaz. Sən bizə denən, o bar etmənini yarısını dolmaqdan xilas edən gəldi. Norveç cəryanı. Sən bizə denən, hələ bar etmənini öldü. Aha, Ağdəniz sahildir. Biri burada. Ağdənizdə hansı liman yerləşirdi demişdim? Murmansk, Arxangelsk. Arxangel. Murmansk adədi Koladaydı. Yox, Murmansk şey tərəfdədir. Yox, yuxarıda Murmansk. Murmansk Bir də aşağıda Rusya. Arxangelsk. Rusya. Sadece öyle.
Rusiyadır, Sarı Dəniz tərəfdə. Limandan düşə bilirmi? Yox. Ha, şərqdə. Şubat şərqdə. Sarı Dəniz tərəfdə, Murmansk. Ay müəllim. Ha. Murmansk buradadır da, Murmansk. Kola tərəfdə, Axal gəlsə aşağı. Kola tərəfə düşmür. Deyir, kola yarımadası yuxarı hissəsidir. Hə, düzdür. Parisdən. Təşəkkür Ama onlarla qarşıdır. Ne diye gene? Recep bir kursu işte. Heç nə, Murmansk, Parisdən tərəfdə Ağdəniz, Arxangelsk. Arxangelsk yadda qalandı. Arxangelsk. Arxangelsk, Paris, Murmansk. Yaxşı. Bir də orada şey var. Murmansk sarı dənizə düşdü də mən bilirəm. Yo. Oxuda. Parisdən. Şimala, Paris. Aşağıya da Kola yarımadasının şimal hissəsi. sen bunda da Axal gəlsin. Mən o şərq tərəfdə. Aferin. Oğuzsan. Demək, sən bizə deyirsən, Elnarə, pas olmaz. Bak çok az da. Tasmaniyanın Avustralyalı, Tasmanya'nın ayrımı var, pas olmaz. Yaxşı, sən bizə deyə bilərsənmi? Amur çayının töküldüyü boğaz hansıdır? Ha? Tatar boğazı. Tatar boğazı haran ayrıldı. Sahalin adasıyla. Ha. Da dedim getir cevabını. Sahalin adasıyla Tatar O boğazı. yokluğu bilmiyorum. Yaxşı, Elnarə, Alyaska gələni görsən, Alyaska. Alyaska. Yanına Şimal da. Amerikası. Elnarə, Alyaska gələni. Bu gedişdən sən məndən dərs deyəcəksin, ha, yavaş-yavaş dövlələrdə. Anam deyəcəksin. Siz zəryat. Kırmızı zəryat. Recep'ten sonra. Gəlmələri işə salırlar, yapış. Ay, yazı var, hələ ki, qübəyə bilməyəcək. Qanunlar həmişə var qübəyini. Ya ilin əvvəlindən, ya da ayın əvvəlindən. Biz ili keçdik, ayın əvvəlindən bu gedişdən qübəyə minəcək var. Yaxşı, sən mənə cavabları bu adı görsən. Sən mənə görsədirsən, ay sol. Sən mənə görsədirsən. Angola gələyəni görsədirsən sən mənə. Angolanı. Sən də mənə görsədirsən, birlik səndir. Neyi? Birlik. Gösterin ben Bana sana. birlik. Gösterin onlarda. Nəyi? Angola görsədirsən. Ben Bilmedikten sonra ben istedim. Ama ha? Amsel. Ha, onlara qayranmışsın. Ya onlar bilmir, onlar ardıca gəlir. Aferin sənə. Demək, iki dənə də hərəmdə bir iki dənə sual verir. Demək, fidan bilə görsənir. Üç dənə fidana sual verir, fidan keçir. Fidan bilə Makkenzi körfəzini görsənir. Fidan bilə bir, Makkenzi körfəzini, iki, Wrangel adasını, üç, Bristol körfəzini görsənir, keçir. o haftaydı. Üçünü də görsənir, keçir. Bristol, Wrangel, Bristol özdə səndə Makine 2 ehtimal yapıyor. var. 2 dənə yerə barmaq qoysan, yəni Bristol çıxacaq. Geçen dəfə də hələ onun dalınca anadır körfəzinə bağlı. Bəli. Bu əsəri bir qasız başlayır. bəli. Biri Avropadadır. deyil. O, ha? Wrangel tamamladım. Şərqi qərb yarımkürəsində, qərbi şərq yarımkürəsində yerləşən ada. Avrasiyanın şimalında biraz şərq hissəsi. Şərq hissəsi qərb yarımkürəsində, qərb hissəsi şərq yarımkürəsində yerləşən ada. Onda 100 hə, 100 Ha, görmürsən. Yaxşı, sən bizə görsədirsən, demək. Görsədir ol, görsədir. Bristol Avropada, bir də Şimali Amerika şimalında. Demək, baxın, Məlikə bizə görsədir. Bir, Şerifov körfəzini,
Bak bu, bir de Siyam körfəzləri. İkisini de bilirəm. Bak bu. Onda dördüncü sırada mən verəcəm bu göstərsin. Aha, Bir de hazır bir bak bu. Şerifov körfəzi. Aha. Bak bu ya da şey adı değilirdi. Ay daha Ha, bir tane alt da verildi. Bak bu ya. İslam Bak bu başka sende. Bak bu. Başka ne? Ha, şey, Değer Çin adıydı, değerli, Çin adıydı. Ha? Çin adıydı, Yapon adıydı, mesela böyle adıydı. Avrasya, Öyle şirin bir adı. Avrasya'nın cənubi tərkindədir. Çetin dersi yokta sakın. Yerlere. Hayır. Bugünden sonra sen öğrenmek için her zaman öğren çıkardın. Neydi onun adı? Buranın yaradası, Buradayım. Markenzin körfəzi, Çin adıydı. Komple. Bristol körfəzi. Neydi? Bu yanıtı. Tonkin. Tonkin, sen git, sen git. Sen git. Mənim gəlmək istəyirsən. Gelen de sıradan. Ben geleyim. Gələn də. Gəl. Ben gideceğim. Yox, sən gəl, sən hələ əlləşdirəndən sən gələrsən. Sən git. Elimden sağsa da gelelim. Yox. Aynen öyle. Baba. Bu tərəfdə. Sen tapa bilmedin o. Tonkin farklı. Neredesin? Ne yaptın? Ne yaptın? Sən mənə git deyirsən. Buran yeri. Venezuela körfəzi. Bu bir. Bildiğin yere de. Venezuela körfəzi bir. Ne? İki. Timor adası Say adı da o. və Markanlar. Bu üçünü görsəndirsən əlləşirsən. Ondan sonra başlayıb deyirsən. Hansı? Bu istedi. Böyle bir şey. Bir de burada bir tane şey var. Ulan körfəzi. Nasıl olasın? Bu qədər sabrediyi varsa. O düşmür, düzdür. Bilmənizdə Orada yazıyor. Evet, sol oradadır. Evet, sola. Ha. Neyse bir sıra. Neyse, bu şu burada. Buraya kadar da. Olmaz. O çay değil, ben körfəzi. Yaxşı, o da burada oldu. Boz gördəniz içində. Ağlayır. Ne? Ha. Ayso. Venezuela körfəzi orada. Bir. Ben de yakından çıktı. Timor adası. Timor adası Mercan'dan. Yakındır. Timor adası. Dayanma. Hayır, şanslar tapmışlar. Bir tane kaldı. Bristol körfəzi kaldı. Bristol. Ha, nereden arasında? Timor. Timor. Timor adası. Paytaxtı da Dili şəhəri. Timorun paytaxtı Dili şəhəridir. Dili. Timor. Lazım ne olur ha? Timor. Ha. Avrasya yok, Avrupa. Adı ne var? Adı Avrupa'da. Tuğla başlayan dənli yanındadır. Bristol. Biri orada, esas da Şimal Amerika'nın şimal qərbində. Burada bir iki var. Bristol var sizə. Körfez. Körfəz, Bristol. Geçer. Optik diye o, sen bilin, optik fizik. Botnik, altı tane. Şimal Amerikan bildim, Avrupa'da da. Bir də Avropada Böyük Britaniyanın cənub qərbində. Ada var orada. Hayır. Geç. Onun cənub Arada işlemek lazım. var. O kadar düşür var. Çok güzel. Bristol esas Bristol'u götürende Kur'an'ı yaptı. Bristol şəhərində var. Bristol. Sonra orada bak Kale Körfəzi de var. Biz Padekale Muazzeyi. Orada Kale Körfəzi de var. Sonrası gelmedi. Hayır, Kırdalı. Laflarla gelir. Yolaklar, onu bildim, ben çalışma değil, biliyor, para var, onun aşağısa giderdi Körfez var, o neydi? Arda. Aşağısa giderdi Körfez var. Kayfede yazılmıştı.
Burada. Aşağısında, uzaqlardan biz aşağısında. Bir dənə baxmaq lazım. Atası bir dənə, deyər mən deyəcəm bir dənə. Körfəz burada. Deyər ki, lazımlı deyil. Hava buradayım, ha buradayım. Hə, deyim şu burada deyil. Məncə bu deyil, Bayer buranı deyil. Bayer buranı. Namançın davam boğazının adı neydi? Ha, müəllimlər, başlayaq sual cevaba. Sual cevap bitti, başlayaq testlərə. Nə testlərimiz var? Verin gəlsin. Verin mən, verin. Baxaq görək gələn dərslər yeni dərsi keçəcək. qalmışdı. Güvənə baxmışdı, din qalmışdı. Güvənə baxmışıq, tam baxmışıq. Kimsə sualı varsa desin. Mən də Yaxşı, gəlsin. Tez. Hayır, tez olsun. Neye Tez 45 dəqiqamız var. Hansı mövzuya baxırıq? Harada qalmışıq ona? Yan kimi yapmış dəftər. Nə qalmışız ona bax. Yox. Dibdən hidrosilet Yazarada bütün söylədim. hissələri. Baxıbsınız mı? Yox. Oradan başlayaq. Dəftərdə bir də solan Evet. versən, görürsən. Dibdən hidrosiletin birinci mövzusu. Baxmamışıq. Değil mi? Yazıqlara söylədim. Güvənə də baxmışıq. Dərslərə gəl, özü iki qrupa gəl. Onu verin. Nə bilim, yox. Bax, oxumursun, cebin naxırında, nəticə olmur. Sonra da naxırsız ki, ehtiram mənim yanına gedir, nəticə olmur. Neden dans? İkinci qrup. İkinci Ha, qrup. ilerləyiş var. Sen sesiye hazırlaşalım. Ən süperliyi, ən süper olmaq üçün ələ var. Amma pis deyil. Yaxşıdır, sevgirə də bir şərt var. Görən neyirsən, sevgirə. Baxaq görə, səndə də işləm olmuş demək. 34, görmədim. Aha. Ama qaldırmaq lazım. Ümumiyyətlə qaldırmaq lazımdır. Yaxşı, müəllimlər. Verin gəlsin, nə sualımız var, heç nə qalmasın. Hə? Birinci hissəni qutarmışıq da demək olar dildən. Ben içindi sen. Bir də yeraltı suda qalıb, bir də Azərbaycan. Niyə? Başına çizecek. Dil istəmirsiz. Kim aksan diyecek. Asandır, suallarınız olmursa almayın. Mən cəmi 25-137-dən 2 dənə. Sadəcə mənə dediniz ki, bəzilərimiz bazamız zəifdir. Mən ona görə dedim, işləyim, bir baz olaraq işləyim. Yəni işləmirsiniz, problem deyil. Nə olur? Narahatsan? Ha. Yaxşı, başlayaq. Güvəndən başın başlayır. Fidan. Oxuyun 30 düzgün çıxancaq. Harada qalmışsınız? Düzdür. Mən yadımda saxlayayım. Ay, Şey deyim da, müəllimə. Burada izahlarda videolar götürərsən, yaxşı qabaqdan götürərsən. Məncə az baxdı. Ha, az bakmış. Səsini az baxdı. Bir tez olunda bir qərar verin görək nəyə baxırıq. Keçək dedim mənim. Madam əgər güvəndə yoxsa baxacağımız keçək dedim. Güvəndə nə hansı mövzu Sen var? güven. Keçən dərs nəyə baxdınız? Və siz bilmirsiniz nəyə baxmışsınız, nəyə baxmamışsınız. Onda qaldığımız yerdən baxaq. Çoxuna məncə baxmışıq. Siz onda harada qalmışsınız? Orada Verin. bir tane 94 sual var güvende. Bu biraz bana saçtı. 94, Məndə də çalışır. vermə. Sorduğum Okean suyun, düzgün, okyan suları. aha, vermədən düz aşmışsan yeri. Ben Düzlüğü 30 promil olan 1 litr suyun 25%'ını buharlandırsa, qalan suyun düzlüğünü təyin edin. O deyil. Üzərini qalır orada qırçı. Onu yarnadalarla matrikler ile ilgili. Hasta. Matrikle yarnadalara ait xüsusiyyət var. Ha, O o biraz da siyasət tutanlar, boş şey. Bunlar o testdə sən bir dəfə 2025 değil. benim Yox, Allah sən bax görə. Yarımada ilə nəyin ayrı xüsusiyyəti? Yarımada ilə adadsa, yəqin okean hissələrindədir. Yox, matriklərə aid deyil. Dost orada bir dənə ki, o matrik quruldu ziyarət. Hasta oldu. Onu söyleyeyim, ben de onu söyleyeyim. Nə münaqişəli qaldığımız yer var? Verin. Münaqişəli qalmayın. Sonra gelip iki cavab arasında qalırsınız.
Demək, materiklərə uyğun gələn yarımadaları müəyyən edir. Hə. Demək, Florida, Somali, Arnavut, Balkan. Florida, bax, iqlimi ilə deyəcəm. Florida'nın 95, 98, 97% hətta. Düşün tropik dənizindən. Çox cüzi hissəsi subtropik mussonun deyil. Düzdür? Zaten mülayim mussonu Şimali Amerika'da yoktur, öz yerində. Təbii ki, bana aid olacaq. Şimali Amerika'ya. Somali, Afrika. Somali yarımadasının iqlimi nə olar görəsən? Kuru tropik. Bunu tropik Yok, subtropik. çox səs eləmədi. Subtropik. Nə mədir, nə? Yani subtropik. Çox cüzi hissəsi, 10% quru tropikdir. Çok fazla. 90% sub-ekvatorial. Subtropik. Subtropik dedi. Subtropik. Sub-ekvatorial. Arnavut, Arnavutla Cape York'un arasında yerləşən körfə Karpentariya körfədir, bəli. Bəli, bu Arnavut da Avustraliyaya məxsusdur, Balkan yarımadası Ablası. Balkan yarımadası da Avropadır. Materik olarak Avrasya. Nasıl? Sen burada neye karıştırmıştın bana? Yazmışam prosto aklınızı düz gelmiş. Yok, problem değil. Soruşmanın yapılması alnında sual kalmış. İklimi de. Vahidi Arnavut yarımadasının iklimi ne olacak? Yok, çevir. Arada subekvatorial mı? Subekvatorial. Ben Balkan'ın Deniz. Aralık denizi değil mi? Balkan yarımadası ne olacak? Aralık denizi. Subtropik. Sırf Aralık. Yox, müləmli olmalı, yox, mənim. Mülayim değil. Balkan. Müləmli kontinental. Mülayim kontinent, şimal hissəsi az hissə, mülayim kontinentə az düşür ha. O Rumıniyanın adının şimalı ölkənin. Bəli, o hissələr düşür, çox hissəsi subtropikin, subtropikin bərabər rütubətlisi. Yağıntılar, Burada bərabər rütubəti nə gəlir? Şuna gəlmiş. Aralık, diqqətli ol. Başımızda olan fevral aylarında. Elnara, az oxuyacaq, Hansını olsun? az oxuyacaq. Mənim istər yox ki, hamı normal nəticə qoyasın. Amma bunun üçün mübaridə aparmaq lazım. Cəmiyyətlə belində, yəni. Cavansan, birazdan yaş üstə yaş gəldikcə adam yorulur. Cərəyanlar olan testi. Mübaridə aparamazsın. Beyin də yorulur. Yaxşı, nə qədər beyin aktivdir, mübaridə apar. Yalnızlar tepki düşür. Ha. Cennet düşmekte. Bildirməyə cavab verdik ki, yetmir. Neçənci sualdır? 80. Baxa, xərcə çıxımı əsasən hansı bəndin doğru olmadığını müəyyən edir. 1, 4, 6. Demək, biri verildi Kaliforniya ştatına, 4'ü verildi Avustralya'nın cənub şərqinə, 6'ını verildi, daha doğrusu Afrika'nın cənub şərqinə, 6'ını verildi Avustralya'nın cənub şərqinə. Qərbinə. Bu hissələr, Üzrüstanın qərbinə, bu hissələr mütləq şəkildə subtropik nə idi? Baş deyəcəm mən, dənizi. Yox, Aralıq dənizi. Aralıq dənizi. Demişdim, Kaliforniya yarımadası çox cüzi hissəsi Aralıq dənizidir. Amma ABŞ-ın Kaliforniya ştatının çox hissəsi hələ Aralıq dənizi, subtropik Aralıq dənizi. Və bu hissələrdə özlüyündə Aralıq dənizidir. Aralıq dənizi iqlim tipində formalaşmışdır, tamamilə doğrudur. 1, 2, 3. Yağıntılar başlı olarak dekabr, fevral ayları aralığında düşür. 1. Yenə Aralık dənizi. 2. Cənubun, subekvatoriyalı. Bəli, Cənubi Amerikada. 3 hardadır? Bəli. İndi baxın. Bunlar dekabr ayları. Bu Aralık dənizi, subtropik Aralık dənizi. Subtropik Aralık dənizi Qışda. həqiqətən də yağıntılar qışda düşür. Şimalın da qışı dekabr, yanvar, fevral. Onlar düz gəlir. Keçirik subekvatoriyala, cənubda. Subekvatoriyalın yağıntısı nə vaxt düşür? Dekabr ayları. Yayda. Cənubda yay ayları Dekabr, dekabr, yanvar, fevral. Bu da doğrudur. 3, 2, 4, 6. 2 subekvatoriyal. 4 subtropik Aralıq dənizi, 6 da subtropik Aralıq dənizi. Zəlzələ və müasir darma gəlməz olan kənarda yerləşirlər. Doğrudur. Zəlzələ və müasir darma gəlmələrdən kənarda yerləşirlər.
Hacı, bəli. Doğru deyil. Aynur, müasir dağ əmələ gəlmənin qırışıqlığı hansıdır? Müasir dairədə gəlmən qırışıqlığı. Bəli. Müasir dövrün dağ əmələ gəlməsinin qırışıqlığı araları. Qırışıqlıq mərhələləri vardır. Ama da müasir dövrdə gerçekten arazilər hansı qırışıqlıqdır? Alt qırışıqlıqdır. Nə gözləyirsən? Alt qırışıqlıqdır. Ona görə sual edə ki, beynin donsunsun. Alt qırışıqlığı. Məndən alt qırışıqlığı gerçekten neçənci mərhələsində? Üçüncü mərhələ. 4 deməyin. 4 platformadır. Yaxşı? Bəli. Və belə bir sual versəm, geosignalın 4-cü mərhələsində yerləşən və bünövrəsi Kembridən sonra formalaşan ərazilər haradır? Və yaxud Kembridən sonra formalaşan platformalar haradır? Qərbi Sibir, Özbaşlar, Turan, Kembridən sonra bünövrəsi formalaşan cavan platforma deyil. Əslində onu heç cavan platforma deməməliydim. 4-cü mərhələ deyən kimi platforma yana düşməlidir. Kembridən sonra deyən kimi də nədir yana düşməlidir? Cavan platformalar. Həmən o 3 dənə cavan platformalarısı Qərbi Sibir, Turan və Ön-Qafqaz hissəsi. Nasıl olan? Aydındır. Nasıl olan? Davam edirik. 3, 4, 5. Mülayim işıqlanma qurşağında yerləşirlər. 3, 4, 5. 3'ü, 4'ü, 5'i. Bana 3'ü verip bura. 4'ü bura veriptir. 5'i de ara verip bura. Bu 5'i göre yukarı koyup yok. Neden koymayayım? Japonya'nın aşağı hissəsi. Japonya'nın aşağı hissəsi subtropikin mussonu. Bəli. 4. 4 buraydı, yoksa 3 4. 3. Subtropikin aralıq dənizi və neçədir? 4. Subtropikin aralıq dənizi. Amma bunu mülayimə veribdir. Ola bilər? Xeyr. Səhv olan istəyir də səndən. Mən orada nə səhv yazmışam? 2 var idi Cənubi Amerikada. Ekvatorialın yağıntıları. Yayda Dekabın yanlara fikir verməmişəm. Onu səhv salmışam. Hələ birbaşa 5 götürmüşsən. Birlə 3'ü bildim, 2'də çaşdım. 3'ü necə olur? Yanımızda o aylar, yay aylar. 1, 5, 6. 1. Bak, biri koydu bu hissəyə. Biraz buraya yukarı koydu da. 1, 5, 5 ve 6. 6'na bırak. Şimdi buna da yazıldı ki, sonra koçan cəryanların təsiri altındadır. Bu nedir? Səhv fikirdir. Bu niye böyle yazıldı? Hani burada bir şey var. Mülayim iklim yok, mülayim ışıklanma kuşağı dediler. Mülayim ışıklanma kuşağı 23.5'ten neçe içmedi? 66.5'ten. Şimdi orada 3, 4, bir de 5. 23.5'ten şimalda ve cənubda kalır mı? Bu mülayim ışıklanma kuşağıdır, o düzdür. Ama bak biri yukarı koydu, bu soğuk okean ceryanı olmaz. Şimali sakit okean ceryanıdır burada, bu hissədə. O da isti ceryandır. Bəli, ona göre bu isti ceryanın təsirinə məruz qalır. Aralıq dənizin olduğu yer. Sonra 5, 6. 5'i de verildi bu hissəyə. Burada da təbii ki, isti krosiyon ceryanıdır. Bir tane 6'da Qərbi Avustralya soğuk ceryanı var. Qalanları istidir. Ama orada deyir ki, soğuk ceryanın təsirinə məruz qalır. Bak bir tane bunu tam deyim. Bir dəqiqə fikir verin bura. Bak, həmişə qarşılanan suallardan biri cümlənin axıra kimi oxumayanda. Bir var mülayim deyir, mülayim görən kimi ağlıma ne gəlir? İqlim qurşağı. Bir de var deyir ki sana, mülayim işıqlanma qurşağı. Mülayim işıqlanma qurşağın sərhədləri günəşi 25'ten yukarı. bəli, 23.5, 66.5 arasıydı. İndi orada sənə 3'ü verildir, 4'ü verildir, bir de 5'i verildir.
Yani bunun mülayim ışıklanma kuşağına düşmesi. Bir, bu verdiği yerler mülayim iklim kuşağına düşmür. Ama orada ışıklanma kuşağı değil. Işıklanma kuşağına bakınca Cənub tropikindən cənubdadsa mülayim işıqlanma. Şimal tropikindən şimaldadsa mülayim işıqlanma. Ama şimal tropikindən Japonya şimalda tropikindən mülayim işıqlanma. O fikir doğrudur. Yanlış olan bu hissənin, bu hissənin Kaliforniyaya qoysaydı soğuk deyərdik. Bu hissənin və bu hissəni verib bir soğuk okean cəryanı təsirinə məruz qalır. Soğuk okean cəryanı təsirinə məruz qalan alt ərazisidir. Əgər onu biraz cənuba qoysaydı, cənub hissəyə, Kaliforniya körfəzinə də yaxın. Onda deyərdim ki, soğuk okean cəryanına təsir məruz qalır. Aydındır. Davam edirik. Hələ vaxtımız var, yarım saat. Davam müəllim. Nə sualınız var, gəlsin. İstilik qurşaqları 30-60-90 belə gedir. İstiliklər yox. İstiliklər iqlimlərə uyğunlaşır. Bax, istilik birbaşa, günəşin şüası gəldiyi yer. Tam isinə bilər orada. İşıqlandırdığı yer. Birbaşa gəldiyi yer var. Tam isinə bilər deyirsən. Günəşin 90 dərəcə düşdüyü yer. 90 dərəcə demirəm də, birbaşa gəldiyi yer. Məsələn üçün, günəş qütbə də birbaşa gəlir. Amma qıza bilmir, neyin əks etdirir? Demək ki, istiliyin yaranması üçün yer səthi qızmalıdır, sonra istilik yaranmalıdır. Demək, istilik qurşağı günəşin düşmə bucağından asıllığı var. Amma əsas günəşin düşmə bucağı deyil, əsas səthin udma qabiliyyətidir. Səthin udma qabiliyyəti yerdə temperatur amilini meydana gətirəndə o iqlimin yaranmasına təsir göstərmir. Demək, daha çox əsas iqlim qurşaqlarının sərhədlərinə yaxın düşür. İstilik qurşaqları. Amma işıqlanma qurşaqları günəşinə də düşmə bucaqlarına. Tropiklər, mülayimlər, bütlər ona uyğunlaşır. Ona görə 5 dənə istilik işıqlanma qurşağı yaranır. Günəşin işıqlandırdığı ərazilərə uyğun. Əsas iqlim qurşaqlarımıza görə isə 7 dənə istilik qurşağı yaranır. Bəli, 7 dənə istilik qurşağı yaranır. Məsəl üçün, o orta ekvatora deyirlər isti qurşaq. Sonra tropik qurşaq. Sonra qütb qurşaq. Bir də var, lap o 80-90 arası yoxdur, soyuq qurşaq. Yəni o Arktika bağlanır da. Arktik əsas hava. Onda mülayim adında qurşaq yoxdur istilikdə. Aslında? İstilikdə. Ha. Mülayim yoxdur da onda. Mülayim adında qurşaq. Başa düşmədim, metal. Məsəl üçün, Siz ekvator, tropik, qütb, bir də ki, qütbə yaxın ərazi. Ekvator, Yəni mülayim adında isə yoxdur da. Yox. Var yəni o yayılmış formadadır. Məsəl üçün, subekvatorialla ekvatorial ərazi yoxdur. O birbaşa isti qurşaq gedir. Tropiklər, tropik qurşaq. Orada yəni subekvatorial zad demirsən. O yox. Əsas hava kütlələrinə nəzərən gedir. 30-60, tropikin sərhədi 60-a kimi gedir, değil mi? Yox, tropikin sərhəddə 60-a kimi gedə bilməz axı. Sənin tropikinin sərhəddə maksimum 35-ə kimi. 32-ə kimi. Təqriblik var da, orada bir yerdə görsən suda yuxarıdan keçir, burada biraz aşağıdan keçir. Sən onu şeylə baxmırsan ki, sən onu sadəcə təqribi hara yaxındır. Tropiklərə yaxındır, tropik isti qurşaq. Tropik iqlimə yaxındır, tropik isti qurşaq götürərsən. Amma belə də yox da, yəni seyranırsan. İsti qurşaq, tropiklər, tropik qurşaqlar, oradan qütb qurşaqları və daimi şaxtalı qurşaqlar olaraq ayrılır. Sonra, orada da 7 dənə istilik qurşağıdır. Sonra ne var orada? 30. Okean suyunun xüsusiyyətləri 30'a baxır, müəllimlər. Fikir verin. 1.6 ton okean suyunu buxarlandırmaqla 56 kilogram duz alınmışdır. Duzluq neçə promildir? Düzdür? Avtomatik tonu çevriliyə bitirə. 1.6 ton 56 kilogram duz. Onda 1600 litre eləyir bu, Mələkə. Bunda qrama çevirəndə 56.000 qram və yaxud 56 kilogram. promil. Aha. Burada bölgünü
1 litre verəndə 200 gram. Buradan da buranda 1600. X-ımız 56.000'e. İxtisarlarımız aparır. 560 bölünsün. 16 qalır. Təbii ki 56 ilə 8'i ixtisar aparma olar. Olar. 2 burada, 7 burada, 70. Onda böldük. 35. Ora baxın. Promil. Və yaxud qram. Çətindir Məlikə? Dəqiq olsun. Tam başa düşdün. Başa düşmədinsə, denə. Yox, eləmişəm bütün məsələ burada drama sevməyəm. Hə. Vəssalam. Lənara, sualın yoxdur. İşləməmsən. Tayımdan işləmişəm. Nədən? Tuzlu tayımdan işləmişəm. Tayım məsələ var. Aha. Ondan işləmişəm. Buradan işləmişsən. Və hamısını işlədiyində səhvin yoxdur da. Hayır, göstərdim. Niyə gətirmədin də? Sesle yeri var. PDF var, səhvin varsa aşkın. Ha, müəllimlər davam edin. Davam edin. Müəllimə, bir dənə qabaqdan çəkiliş götür, 2 dəqiqə qalırsın. Yaxşı? Benim Aha. 87. 87. Nədir 87? Mərdə səfər Sən də oradan səhvdir, güvəndən. 87 müəllimlər. Müəllimlər, onda gələn səfər biz yeni dərsi keçə bilərik. Problem yoxdur ki. Hə, 87. Lənkəran köşəlliyin dibinə ekologdan göndərilmiş səs siqnalı təqribən neçə saniyədən sonra geri qayıdar? 2025. 1027. Bəli, təqribən bu qədərdir. Demək, Lənkərana göndərilən siqnal mənfi 1027. Ümumən yəni o köşəlliklə bir yerdə 1027'ye gelib çıxır. İndi burada yox, 1025. Ən dərin yer hələ oradır. Bəli. Quru üzərində ən dərin köşəlliyi 1027'dir. Xəzər dənizinin ən dərin yeri hələ olub 1025 metrdir. İndi burada nə deyir? Dibinə ekologdan göndərilən səs siqnalı təqribən neçə saniyədən sonra geri qayıdar. Bu 1025'dir. Gelir qayıdırsa bu olur 2000'lə. 50. Düzdür. 1 saniyeye ne kadar gelir? 1500 metre. Onda 2050'ye 2 saniye. Ha orada biz 2050'ni 1500'e bölmeliyiz. Ha, bu bölgünü aparsa yukarıda da Bunun əlində səb izah eləməmişdi ziyan olur. neyi? Ben o çünkü Sadəcə 2 məktəb vaxtı oldu, zaten universitet vaxtı. Ha, hiç. Olsa sadedir. Hə, Ben çok sadedir. sadəcə Ha, bunu 155'e ixtisar aparsa 41, bu da 30. Təqribi fikir verib, bu 41'dir, 3'e bölünmür, düzdür. Bunu 42 götürsə 3'e bölünmür. Düzdür. Ayşe, bunu 42 eləyək, onda o təqribli ilə alınacaq. 42'ni 3'e böləndə 14 yukarıda, 10 aşağıda. Burada ne çıxır? 1,4. Sadece getməyə soruşsa 0,7, gedib qayıtmağa soruşsa 1,4. Başa düşmeyen var. Melike, iceberg meselesi düşünmüyor. Yok. Nerede bakın buna? Iceberg, bakın buraya. Ne diyebilirler? Neçen de iceberg? Bu ne? Eko, iceberg. Neçenci de burada. Iceberg'in hündürlüğü 41 metre olarsa ürünlü kalınlığını hesaplayın. Bəli. Demək, uşaqlar, bu nədir? Iceberglər suda batma prosesinə görə, həcminə görə
iceberglərin 2 hissəsi suyun altında, 1 hissəsi suyun üzərində olur. Yəni 1/3 suyun üzərindədir, 2 suyun altındadır. Çox sıxı. Bəli, çox hissəsi suyun altındadır. İndi bu proses nə ilə əlaqədardır? Sıxlıqla əlaqədar. Yəni iceberglərin, ümumən suyun da, icebergin də donma prosesi hardan başlayır? Alt hissədən. Nəyə görə deyirsiniz donma prosesi alt hissədən başlayır? Çünki tutaq ki, iceberg nədir? Sudur da. Suyun donma prosesi, su şəffafdır. Hardan birinci isinməyə başlayacaq? Səthdən. Soyandı dardan başlayacaq. Bax, onun sıxlığı böyük olduğuna görə, alt tərəfdən, soyuqluğu çox qəbul edədiyinə görə. O sıxlıq nə qədər böyüksə, suya o qədər batır o hissə. Üzdə hava var deyə, müəyyən qədər o üst hissə havada qalmağa şərait yaradır. Yəni, ona görə də 1/3 nisbəti 3/2 nisbətinə bölürsən. Yəni, 1/1-ə, burada bax, 1/1, x-in 1/1 hissəsi 41 olubsa, onda çarpan duranda x-də bərabərlik 123 olacaq. Nasıl olan? Sadə bir şey. Yaxşı. Başa düşdüm. Yəni, sadədir bu. Heç gəlmir, yəni sadəliyə gətirib salmırlar. Əvvəllər var idi, seyircilər. Sonra nə var? 45-ə baxalarına. 45-ə. 45. 45. Hə. 45 dinləndir. Şimal okeanlarında kontinental arktik hava kütlələrinin formalaşması səbəbi. Nədir? Şimal Buzlu Okean üzərində kontinental arktik hava kütlələrinin formalaşmasının səbəbi. Əsas səbəb var kontinental arktikin formalaşması. Burada. Günəşin, sən burada ümumi səbəbləri araşdırarsan, indi cavabların içində ən əsasını seçərsən. 1. Günəşin ən kiçik bucaqla düşməsi halında havanın digər ərazilərə nəzərən daha soyuq olması və orada daha soyuq olursa hansı tərlik formalaşır? Yüksək tərlik. Yüksək tərlik. Yüksək tərlikli havanın zaten daxilində su buxarı nə olacaq? Az olacaq. Su buxarı az olduğuna görə donma prosesi çox gedir, emmə prosesi baş verir. Bəli. İndi baxaq. 45-ci sual. Deyir ki, Avrasiyadan axan çayların çoxlu şirin su gətirməsi. Yox. Bunun heç dəxlisi yoxdur. Yüksək atmosfer tərliyi sahəsinin mövcudluğu temperaturun aşağıdır. Onu yazmışam, onlar yer götürüb mənim. Yer. Şimali Amerikadan hava axınlarının daxil olması. Cavab verir. Məndə yer. Şimali Amerikadan baxmayın. Şimal Buzlu Okeanlarında kontinental arktik hava kütləsinin formalaşması. Burada yüksək atmosfer tərliyi sahəsinin mövcudluğu temperaturun aşağı Mən olması. də onu yazmışdım. Yəqin səhv olmuşum. Bax, söhbət əgər hava kütləsindən danışırsa, bir səth üzərindən, materik üzərindən daxil olan hava kütləsi yoxdur. O orada əsas rol oynaya bilməz, kömək edir. Səndə belə bir proses var. Hə, belə bir proses var. Əgər söhbət bir hava kütləsindən gedirsə, böyük hava kütləsinə, bax, söhbət arktikdən gedir və əsas hava kütləsi. Əsas hava kütləsinə bir dənə materikdən gələn müəyyən axınlar ona təsir göstərə bilməz. Çünki onun yanında elə bir ki, 1/10 düşür. 1/10 düşmək bilsən nə demək? Çox zəif. Aciz ol. Amma bunun üçün birbaşa təsirlər lazımdır. Günəş, səth, tərlik. Bəli, bunlar əsasdır. Günəş niyə səth deyirəm? Çünki günəşlə səth bizə temperaturu verir. Temperaturun aşağı, yuxarı olması, buxarlandırmanı həmən o havanın tərkibində buxarın olub-olmaması isə bizə alçaq yoxsa yüksək tərkibin olması prosesini gətirib çıxardacaq. Başa düşdün? Bəli. Əsaslar bunlardır. Əsas hava kütləsi dedi, bunlara toxunur. Deyirəm, mən də şübhələdim, yenə prosto səhv olmuşum. Tam qaldı, problem yoxdur ki. Əla, davam edirik. Verin müəllimlər, sual verin, dayanın. Sual cavab pis deyildi. Sual cavabda yox, yerlər əladır, bilirsin. Bir dan da bilir, amma biraz dəyərli. Bir dan sən çox tənbəlliysən, çox gelirsən ha.
Bu fevral ayı tətil başlayan kimi biraz özünüzü dönün, getmeyin. Oturun, insan gibi okuyun burada. Rayonda okuyabilirsən sən. Sən fevralda imtihanı yoxdur, elə mi? Aciz ol. Özün hansı tərəfdə qalsın? Burada Yox, burada harada? Burada Bakıda gələ bilərsən. burada yani başka hiç Harada qalsın? masada. Masadırda, düzdür. Tətil olandan sonra yollar biraz boşalır. Ben her Yani gün ben söyleyeyim. 2 saat Bak. yol geldim. Kitapxanaya Bildir. gidip O ders okuyorum. normal şeydir dönemindədir. İndi tətildə yollar boşalacaq, düzdür. Bax, özüm təcrübəsini görmüşəm. Səhər saat 9-da çıxanda sən saat 10-da Axundovdasan. Onu 9'un yarısı. Amma Binəqədidən çıxıb gələn adamam. Sən mənim masamda gəlsəydin. Ben bile geldi ya. Hə, deyim, metro yandadır. Ben de Allah. ben Oran okuma potensiyalı, havası yüksek. Vaxtımızı geniş bölgelerde itirmeyeyim. Ben %100 bilirəm ki, bölgeye gittim. Bir dənə qolum oradan, bir dənə o buradan. Hə, düz var. Yaxşı, suallarını verin. Suallarını verin gəlsin. Hə, verin gəlsin. Oradan da getmiyor. Heyecanlı çalıştılar. Diqqət müəllimlər, diqqət. Neyse, ne söylüyor? Golfstreamlə nəyə? Crossio. Golfstream və Crossio bir-birinə analog cəryandır, bənzəri olan cəryandır. Deyir ki, qərb küləkləri bu cəryana təsir göstərirmi? Birbaşa. Xeyr. Nə tərəfə? Qərb küləkləri. Qərb küləkləri, qərb küləkləri tropikdən gəlir ha, tropikdən gəlir. Qərb küləkləri tropikdən gəlir, materiklərin qərbinə təsir göstərir. Bax, bu cəryan da zaten 30 ilə 60 arasındadırmı? Avtomatik həm onun yaranışında, həm də onların istiqamətlərində təsir göstərir bunlara. Küləklər. Bəli. Bilirsən nə deyirsən? Çünki, baxın, qərb küləkləri, ümumən küləklər quru səthinə daha çox təsir edir, yoxsa su səthinə? Su səthinə. Sərbəst hərəkət edir. Düzdür. Okean küləyi də, cəryan okean küləyi deyil, demək ona sərbəst şəkildə təsirini verəcək. Bence şurası var. Külək də cəryan deyil, mən də alma cəryan deyil. Onlar bilmirsən. Burada Diqqətlə qulaq asın. Hansı okeanlarımız kiçilir, hansı okeanlarımız böyüyür. Deyim mən müəllim. Bir dənə müəllim, sən bilərsən. Qoy bir dənə bunların beyni işləsin, onu əzbərləyiblər, gözükməz. Əslində demişəm əzbərləyiblər. Bizim bir dənə okeanımız var idi ki, orada divergent sərhəd var idi, şimalından cənubuna böyük məsafədə. Atlantik okeanı. Bunun dibindən divergent sərhəd baş verirsə, ayrılma baş verirsə, o neyi yiyəcək sahəsi? Aralarını görünür. İndi Hində gedək və Şimal Buzluya gedək, bir də Sakitə gedək. İndi bax, Sakit okeanı bu tərəfdən Avrasiya, bu tərəfdən Avustraliya çıxır. Əslində Sakit okean alta girir, tava, üzərindən də çıxmağa başlayır. Bu tərəfdən Avropa. Şimali Amerika, Cənubi Amerika, bu tərəfdən Avrasiya, Avustraliya. Sakit okeanın üzərində olur. Sakit okeanın sahəsi azalır. İndi bax, bu da gelirsə, bu ərazi nə etməyə başlayır? Böyüməyə başlayır. Digər bir proses, Afrikanın Ərəbistan tavasını demişdik. Bunlardan hansı daha sürətliydi? Ərəbistan. Niyə? Çünki kiçik tavadır, daha sürətli hərəkət edir. Düzdür? Bəli, 4 santimetrdən gedirdi, bu da 2 santimetrdən. Hər il 2 santimetr arada ayrılma baş verirdi. Afrika nisbətən şimal şərqə doğru gedir, Aralıq dənizi neyir? Qapamağa başlayır.
Avrasya'ya nispeten şimal-şərqə doğru gelir. O da şimal buzlu okeanında falan başlıyor. Dolayısıyla hem sakit okean hem de şimal buzlu okean sıkılır. Yəni Burada ise Hind'den Atlantik ne olur? Böyüyor. Ve tabii ki bu min illər sonra Atlantikle Hind böyüyecek ve birbiriyle bu kırmızı deniz arasında büyük bir alakaya muhaç olur. Vesselam. İşte bir şey, işler değişmez. Arap denizi, Qapı. işi bitti. Kırmızı denizin necə əlaqəsi? Ora bağlansa. Bura bağlanacak, şimdi bura bağlanmamıştan evvel bura çok genişlenecek. Birinci bura alakaya mı? Alakaya mı? Sonra bu bitecek. Hem de bu gelir akışma. Yani bu aralık denizi olabilmez ki. Şimdi hesaplamaları nedir? Aralık denizi olabilmez ki kırmızı deniz. Genişlenmeden aralık denizi bitip kurtarsın. Mümkün değil. Çünkü bu gelir. Bak bu da dayanmır yerinde. Bu da gelir. Düzdür bu daha yavaş gelir. Buna nəzərən, Afrikaya nəzərən, tava böyüdür. Elə bir bax, belə bir proses baş verir. Avropa hissə yoxdur. Avropa hissə və Avrasiya hissə var. Avrasiyanın bu hissəsi Asiya hissəsi. O gəlir Sakit Okean tərəfə. Avropa hissəsi şimala doğru. Bəli. Onda bura aralanır. Afrikada gedir. Eyni zamanda ona nəzərən sürətlə gedir. Amma bu hissə daha tez özünü göstərir aralanma prosesi. İldə 2 santimetr kısa bir proses değil. Əməlli başlı aralanma özünü göstərir. Skagerak sonra Kattegat. Çare. Bəli. Skagerak, Şimal dənizindən. Baba, Skagerak, Kattegat. Benim orada iklim değişir. İklim değişir yani. Təbii ki. Çox Məsələn, iklim qurşağı dəyişməyəcək ya. İklim tipləri dəyişir. o da illər lazım deməli. Bəli. Uzun illər lazımdır onun üçün də. Uzun illər lazım. Azı bir iklimin dəyişməsi minillik tələb edir. 100 illikdə də çox dəyişir. Minillik. Bəli. Daha çarpmır, rahat olur. Ha. Yəni bu onlayn qrupla siz şeyə keçmişsiniz. Keçən il bir dənə Şuşada qrupum var, o qədər saxtı. Bilmədim, indi o birdən dəyişsə biz onu tərdən öyrənəcəyik. Elə bir dənə baxadım, çatır. Sonra... Yox, saxtı. Elə bəzi hadisələri qəbul edə olan ki. Onlayn qrupda müəllim hidrosferi keçmisiniz o testlərə Hə, baxmışsınız. testlərə baxmışıq. Orada cəryanlara keçdim, yəqin bizim cəryanların testlərinə baxılacaq. Amma bu gün ikinci günü daha onlara Onlara 17'sinden zararına çekmiştik. 17'sinden bugün iki grupta dersimiz var ya orada. 19-30 grubu var ya hələ sual verir. Var ya usul. Vaxtımız var. Onda mən demək keçək də biz orada Hada keçin demə. Bayaqdan mən dimi də baxmırıq deyə. Keçid edin demə. Ben de 2 tane sualım var. Getirmiyorum. Sualım var mı? Sualımız var, verin gelsin. Ha. verməyim. Hə, verməyim. Ha, sual. Müəllim yazdım sana suallar Afrika. Yazmış olardı. Ha. Bu Afrikadan böyük göl var müəllim. Victoria. Victor, onu biz nə götürüyor? Graben götürüyor. Dostum. Gravel göstərməzsən. Gözləməli. Sinkronal. Əyilməz olması. Əyilməz olması. Bəli. Tektonik platformanın tektonik əyilmə zonaları sinkronal yox. Platformanın tektonik əyilib qalmış zonalarını adlanır. Sinekrizlər yerləşir. Yaxşı. Mən ona görə də ikinci mərhələdə eləmi? Orada o üstü olur. Üstə olaraq. Platformadan gedir söhbət. Platforma 4-dədir. Dörtdən. Gəldik. Ha. Subduksiya zonasında yerləşən adamlar. Subduksiya nədir bu? Nov. Novun üzərində yerləşənlər. Düzdür, nov harada yaranır? O adalar qarışıq nov var. Ama bu hissədir. 31 ədədir. Avrupa, Kuril adaları, Aliyut adaları, Yapan adaların özü, Marian adaları. Bu
bunlar hamısı nədir? Şeydə yerləşən. Bəs burada mən 1 4 6 yox baxın. Ali Kuriye Mariyandır. İndi sən nə deyir? Dayanıqsa. O bu şərti Sözlər tavalarının çubuk telefonundan yerləşən bu kənddə də var. vulkanik söhbəti var. Hadi Doğru. değişler Hem o olmalı, hem de vulkanik adı olmalı. Bak, neçənci sualdı o? Neçənci verdi? Ha, litosfer tavalarının subduksiya zonasında yerləşən. Birinci növbədə sən bunları görən kimi Galapagosla havayı silirsən. Galapagos şeydi, konvergetdi. Galapagos divergenti. Bak, Kokos tavasıyla Nazca tavası ayrılır, ikisi de okean tavasıdır. Galapagos yaranır vulkanik. Nazca ile Sakit Okean ayrılmasından Pasca tavası yaranır burada. Yaxşı, bəli. Bunları siləndə sənə avtomatik cavab qalır orada. 1, 3, 4. Bax, Aleoid Kuril. Aleoid Kuril konvergentdə yerləşsə də vulkanikdir. Yaxşı, sonra bir də Kiçik Antil. Kiçik Antil vulkanik həm də subduksiya deyirik daha. Niyə görə? Bax, burada bir də dəniz havası var, okean havası. Karib dənizin altında Karib okean havası. Bax, bu Karib havası. Bax, burada bu Şimali Amerikanın və Cənubi Amerikanın sualtı davamı ilə toqquşur, subduksiya zonası yaradır. Və o subduksiya zonasının üstündə də kiçik və böyük antil adaları yaradır. Böyük antil deyə bilmək, kiçik antil. Bu tərəfdə yaradır. Yaxşı, bax buradakı Martinika, Barbados, Grenada, bu adaları. St. Kitts və Nevis, St. Louis, nə? Trinidad. Və salam. Marian adaları burada yerləşir, o da olur. Götürüblər, cavab uyğunlar şimdi. 2-5 siləndə orada 4 dənə cavab var. Sadəcə 2-5 siləndə cavab bir dənə o qalır. Keçən dəfə demədi, variant doğru ola bilər, amma verə bilmir. Göz. Bir dənə 2-5 sil oradan. Yox, mən onu antil fikirləşməmişəm. Mən bir də tapdım. 11 sən niyə eləyir? Tutaq ki, sən Marianı bilirsən. Vulkanikada olduğunu, hissədə əmələ gəldiyini. Bilirsən, subduksiya zonasında olub vulkanik adalar qrupuna daxil olduğunu, cavabları bilirsən, net şəkildə bilirsən 3 dənəsini. Məsələn, Aleoiddir, Kurilidir, Marianı bilirsən. Görsən ki, cavab yoxdur. Cavab da onu verilir. Sadəcə orada 2 dənə cavabı səhv veribdir, silən kimi çıxır cavab. 4-ünü düz verilir. Aydındır, və sonra Sonra Tərəddüd olanda eləyirəm, variantlar verirəm. tutaq ki, bizə 2 dənə obyekt verib, coğrafi obyekt veriblər. Deyir, yarımkürə deyəndə biz şimalla cənub nəzərdə tuturuq, yoxsa? Şimal, cənub, şərq, qərb. İndi deyir ki, tutaq ki, en yarımkürədə yerləşirsə, deməli ikisi tutaq ki, şimal və şərqdə yerləşməlidir. İndi en yarımkürədə yerləşən, bax bir deyir ki, en yarımkürədə yerləşir. Sən baxırsan ki, bu məsələ üçün elə bir ərazidir ki, həm şimal, həm cənubda yerləşir. Bir də var ki, bir dənə cənubda yerləşir. Məsələn, Avstraliya, Afrika üçün ortaq cəhət nədir? Cənubda yerləşmə. Düzdür, həm də şərqdə yerləşmə. Məsələn, Biskay Amma fərqli cəhət nədir orada? Mənim. Fərqli cəhət ondan ibarət ki, Afrika şimalda yerləşir, Avstraliya yerləşir. Məsələn, Biskay Ortaq deyə bilər. Bəli, başa düşdüm. Biskay körfəzi, İran körfəzi, bir də Meksika körfəzi. Ayso. Biskay körfəzi qərbdədir, düzdür? Bəli. Qərbdə və şimaldadır. İndi İran körfəzi şimalda və şərqdədir, sonra Meksika. bir də Meksika körfəzi. Meksika körfəzi də şimalda və qərbdədir. İndi bunu sənə ümumidə deyil, ümumi xüsusiyyət axtar fərqli. Ümumi. Sənə desək ki, eyni yarımkürədə yerləşir, doğru deyil. Deyil. Yox, fərqli cəhətdir bu. O qərbdə Niyə? Şimalları eynidir.
Ama bu ümumi anlayışla verdiğine göre sen artık şərqi qərbi indi. Mən bu sual niyə verdim sizə müəllim? Bəzi suallarda mən deyə kimi eyni yarımkürəli yerləşmiş sözünü götürmüşəm, düz götürüb, testdə də bütün suallarda düz çıxır. O da cevaplara göredir. Bak sen ümumi olarak deyirsən, ümumilə. Bütün xüsusiyyətlər ümumiləşməlidir. Üst-üstə düşməlidir. Yaxşı, təkdə desə, yəni yarımkürə desə, Ay. 2 dənə götürək, kürələr desə 4-ü götürək. Ay, sol. İndi bax belə bir şey deyim da. Cavablarda sen baxırsan, sənə verir cavablar ki, ümumi fikri sorucu. Düzdür, ümumi fikri sorucu. Ümumi fikri sorucanda səndə şərqdə və şimalda yerləşsə, digərdə həm şərq, həm şimalda yerləşməlidir. Bir də sənə deyir ki, fərqli xüsusiyyətini seç. Məsələn, Biska ilə İran körfəzi, düzdür? Qayıdır aşağıda yazır ki, qərb yarımkürəsində yerləşir. Fərqlidir. Ayşə, bu fərqlilikdir. Amma sənə ümumi soruşmur ki, sənə onun hər hansısa bir cəhətli variantda götürüb verir ki, qərb yarımkürəsində yerləşir. Bu 3 körfəzində təsərrüfat əhəmiyyətli kimi götürmək olar da. Özdə limanlar da var. Məsələn, İran körfəzində İranın limanı. İran körfəzində İranın limanı heç bilirsin. Qəşəng bir limanı var onu. O biraz dünya görüşdə olub da, o müharibələrdə zaten ən böyük liman İran tərəfdən. Liman adını bilmiyor ama biliyor oralar. O liman çox danışılan limanlardan biri. Adı nədir? Xarq. Xarq. Xarıl. Öyle. İran adı nətər olmaz? Fars adı Xarq olmalı da. Təbii ki düşər. İnanırsan düşər də, təbii ki. Düşəcək. İranda. İran körfəzi